Silahı olmayan, silahı olanların məhkumudur. Çox silahı olan, güclü silahı olan, az silahı olan və silahsız olan və gücsüz olan insanların, millətlərin, məmləkətlərin başını əzər, ayağı altına alar. Və istədiyi zaman kamil öldürər. Aradan aparar. Bunların hamısı şuardır. Şuardır. Şuar. Yəni sözdə hüquqi bəşər, sözdə hüquqi beynəlmiləl, sözdə filan bəhman, demokrasi, azadlıq, bunlar hamısı sözdədir. Ədalət filan, bunlar hamısı sözdədir. Sizin gücünüz olsun, hər şeyi ədalət göstərərsiniz, adamı öldürərsiniz. İsrailin gücü var, Amerikanın gücü var, Fransa'nın gücü var, İngilistanın gücü var. İstədiklərini keçən 150 il, 200 ildə öldürüblər. 100 milyon insan öldürüblər. Yine hamıları ədalətli, demokrasi, hüquq bəşərdən danışır. Biz onları demokratik bilirik. Biz onları azadçı, hüquqi bəşərçi, qanunçu, filançı bilirik. Yani bu bizim beynimizin yıxanmasındandır. İran içində də təkcə millət içi qorxaqdır. Mübarizə eləmir, özün haqsız bilir və haqsıza da boyun əyibdir. Mütəəssifanə Türklərin çoxunluğudur. Salam dostlar və əziz İnsəfəli bəy. Mən danışdığınız sözləri sülh haqqında və savaş haqqında dinlədim. Fikirəm ki, bu sahədə bəzi fikirlər burada deməliyəm. Ki, bir bəhs də açılsın, başqa dostlar da maraqlansalar, bu sahədə fikir deyərlər. Mənim səsimi bağışlayın, soyuq dəyməm var və səs bu formdadır. Hər halda, əvvəla sizin bu qorxaq millət qavramınızdan danışıq. Qorxaq millət adında mən fikirləmirəm, türklər deyil, kimsə deyə bilməz ki, tarixdə bir millət qorxaqmışlar və ona görə bir yerə varmayıblar. Türklər gəldiyimizdə qorxaq sözü heç işlətmək olmaz. Çünki türklərin tarixinə baxdığımızda daima bu milləti özgələr, başqaları bir savaşçı millət kimi tanıtırıblar. Və bizim tariximizə də baxdığımızda ocursuz da iktidarlar, imperatorlar filanlar qurmuşuq da, elə deyil. Yəni bir qorxaq millət bu uzun boylu imperatorluqları necə qura bilərdi, qardaş? Yine sizin bu argümanınızda və düşüncə tərzinizdə qalın biraz. Əgərsə bir millət qorxaq deysə siz deyən kimin, sizin burada səsinizi başına salmaq, bağırmaq, çağırmaq, ehsas-ı məsuliyyət eləmək filan hangi dərdi dava elər? Əgərsə sizdən qəbul eləyək ki, Türk milləti bir qorxaq millətdir, sizin ümumiyyətlə bu 10 dəqiqə danışığınız bu sülh və ya savaş haqqında da kökündən yersizdir. Siz nə üçün vaxtınızı qoymusunuz bir qorxaq millətə bu cür ürəyiz yana-yana və ya güclü olmanın səbəblərindən saymısınız və nə etmək və nə etməməkdən danışmısınız. Bir qorxaq millət sizin 10 dəqiqəlik həyəcanlı danışığınızdan dəyişilə bilərmi? Yəni sizin bu səsizi neçə nəfər eşidəcək? 100 nəfər, 200 nəfər, 500 nəfər və deyək ki, bu 500 nəfəri 1000 nəfər eşitdi. O 30 milyon insan ki, onun 100 nəfəri eşitsə nə olacaq, eşitməsə nə olacaq? Sizin bu qorxaq qavramından Türk millətinə geçsək, siz özünüz qalırsınız bu millətin əlində. Ki biz bu adamla ki savaş axtarır, savaşla bir yerə varmaq istəyir, nə edək? Və hətta deyə bilərlər ki, türklər, siz Türk millətinə aid birisi deyilsiniz İnsəfəli bəy. Çünki Türk millətində belə bir cəsarətli oğlan ki çıxsın desin, savaşmalıyıq, almalıyıq, vurmalıyıq, çapmalıyıq. O birislər hamısı sözdədir. Sən öz tərifinlə Türk millətinə aid birisi ola bilməsin. Özünü bugün Türk sansan da, Türk milləti sənin öz tərifinlə qorxaq olmaq lazımdır və sən qorxaq deyilsən bu sözlərə baxdığımızda. Ona görə siz məncə
Axtarın öz əsli millətinizi tapın və orada bu hədəflərinizi təqib edin. Amma yenə qeyd siyasi teoriya, dünya baxış açımıza, mücadilənin necə gedib getməsinə diqqət yetirək. Ümumiyyətlə siyasətin mövzusu gücdən ibarətdir. Mövzu gücdür siyasət. Eğer mevzu güclüyse, gücün olursa siyaset yürütebilirsen, gücün olmursa siyaset yürütebilmesen. Bu güc ne kadar geniş olursa, o kadar geniş etkili olur. Güc deyəndə geçmişte silaha, orduya, ata, qatıra, ərrabələrə filana deyilirdi. Yani kimin olsaydı, ama her kimin olsaydı onun arkasında bir güclü ekonomisi vardı da. Yani en az eğerse ekonomisi de yoktu. Xalqları çalıb çapıb onlardan zorla qəramət alıb və ordu qururdu. Bu gün güc deyəndə yalnız hərbi güc değil ki. Hərbi güc Sovyet Birliği'nde de vardı. Her şey vardı, atom bombası da hatta Amerika'dan sayı bakımından çoxudur. Sonuç ne oldu? Amerikanın veya o cibhənin qarşısında dizə çöktü və qurduqları sistem, komünizm adına, hər nə adına həba oldu və yine de bir cibhə, yeni bir cibhə tarixdə formalaşdı və bugün Rus emperyalizminin yine de siyaset meydanında at oynatmasını görürük. Bir başka deyişlə əgərsə sizə desəm, eğer siz dikkatli olsaydınız, fikrinizi biraz tutarlı formada, münezzem formada formalaştırardınız, belki bu bəhs də açılmayaydı. Yani bir taraftan Türk milletini qorxaq tanıtırsınız, bir taraftan ona tavsiye edirsiniz, deyirsiniz ki, onda sənin əlində silah olmasa, güc olmasa, ordu olmasa bir yere varabilməsən. Hatta o kadar gedirsən qabağa ki, Türkiyəni də bir müstəqil dövlət kimi görmürsən. Yani bir baxış pəncərəsinə malik olmuşsan ki, o baxış pəncərəsi sizə bir özəl siyasətdən tərif verir. Müstəqil dövlətin bugünkü türlü değil, başka türlü olmasını sizin dilinizdən eşidirik. Bu özü də bir başka konudur. Yani bu danışıqda acaba Türkiye bir müstəqil dövlətdir? Yox, bundan danışmayacağıq. Qeydəcəyik da bu cövhərlərə, əvvəllərə və necə bir siyasi güc əldə olar deyə onu danışacağıq. Milli azadlıq bir hərəkətdə silaha sevkənmə məsələsi o hərəkətin inkişaf mərhələsinin dolmasını göstərir. Uğur qazanması və siyasətdə hakimiyyəti gəlməsi deyil ha. Bir prosə, bir sürəc yürütmüşdür ki, elə bir sistem və kadr və təşkilat qurmuşdur ki, o siyasət və o kadr və o hizb və ya o partiya və ya partiyalar hazırdılar ki, toplumda dəyişikliyə səbəb olsunlar. Və bir daxili istimara məruz qalan bir millətin azadlığı üçün ən azı son aşamada silaha sevkənmədən o haqqı, yəni bir millət öz qədərin, öz müqəddəratını təyin etmə haqqını əldə edə bilməz. İnsaf Əlib bəyə demək lazımdır ki, Türk milləti İranın siyasi coğrafiyasında şikəstə uğramış bir millətdir. Yanmış, batmış, qaybetmiş bir millətdir. Bu qaybetməlidə keçən 100 ildə deyil, keçən 1000 ildə baxmalıydınız. Və o tarixin sürəcinə baxmalıydıq ki, nə üçün o tarixin sürəci bir ölkədə uzun boylu və güclü imperatorluq qurmaqlarına baxmayaraq bugün yenilmiş bir durumdadılar, haqsız bir durumdadılar, əsarətli bir durumdadılar. Bunun tarixinə baxmağınız lazımdır. Sizin ilk öncə bunun səbəblərini axtarmaq lazımdır. Yəni bizim millətimizə qorxaq adı qoymadan gedib o yenilmənin tarixini axtarıb tapmalısan və o tarixin qarşısında durmalısan. Bu yenilginin tarixi səbəblərini öyrənməyincə bu yenilgidən bitmə də, qutulma da, azad olma da o rahatlıqda bu millətə məqdur olmayacaqdır. Dedik, siyasətin mövzusu gücdür. Güc də yalnız silah gücü deyil. Baxmayaraq ki, silah gücü də önəmlidir, amma silahdan önəmli olan güc sənin milli maarifləşməndir. Əgər sənin zehnində, fikrində
milli maarifləşmə yoxduysa, silah sənin əlinə də düşsə, çox ehtimalla o silahı öz millətinə qarşı işlədəcəksən. Bunun gözəl nümunəsi 57-ci İranda siyasi inqilabın sonuçlarıdır. Diqqət eləsəniz, o inqilabda 29 bəhmən 1356-da Təbriz qiyamı meydana gəlir İranda şah istibdadına qarşı. Amma və təəssüflə bu millətin istibdad altında yaşama və daxili istimar siyasətinə məruz qalması üçün nə siyasi bilimi, nə milli maarifləşməsi yoxudur. Deyəndə yoxudur o mənada deyil ki, bugün onun varıdır. Amma ən azı bugün bir yerdə bir başlanğıc var. Toplumun bir kəsimində milli maarifləşmə var. O milli maarifləşmənin səsi toplumda bütünlü gəlir. Amma o gün 56-cı ildə milli maarifləşmə olmadan Xumeyni Azərbaycana da lider oldu. İnsaf Əli bəydən sormaq lazımdır ki, əcəba Xumeyninin Azərbaycana da lider olması Azərbaycanda türk xalqının qorxaq olmasından mıydı, yoxsa milli və siyasi maarifsizliyindən bu vəziyyət önə gəlmişdir? Cavab aydındır. Bizim millətin yenilgi qaynağı babalarımızın, yax imperator babalarımızın müasir olmamasından meydana gəlmişdir. Padişahlığı qurub İranda, Qacar padişahlığı, Pers padişahlığının tarixinə sahib çıxmaq istəyir. Pers dilindən dövlət aparatında üstün mövqedə istifadə edir. Öz dili harda qalır, öz dili çöldə qalır. Və sonuç budur ki, biz görürük. Siyasət məsələsində zorla, tərrüzlə, əhanətlə, töhmətlə, milləti qorxaq saymaqla deyil dəyişiklik. O millətə maarifləşməsi üçün, milli maarifləşməsi üçün şərait yaratmaq lazımdır. O şərait əldə olmayınca o milli maarifləşmədə də heç zaman uğur qazana bilməyəcəyik. Siyasi ağahlıq olacaq ha. Azərbaycanda siyasi maarifləşmə var. Türklərin problemi İranda siyasi maarifləşmə ya siyasi ağahlıq deyil. İranda qurulan partiyaların, hizbilərin, təşkilatlarının hamısının qurucusu türklərdilər. Deyərəm hamısının hətta. Hamısı da olmasa %90'ı türklərdilər. Yəni siyasi bilim və ağahlıq əsasında türklər yenə keçən yüzildə ən öncül rol oynayıblar. Niyə? Siyasi qurucu təşkilatların hamısı türklər olublar da. Amma yenə həman axsaqlıq, adını çəkdiyim axsaqlıq, milli maarifləşmə konusunda keçən yüzildə də daha fürsət onlardan alınıbdır. Niyə? Rıza Şah hakim olubdur, onun oğlu gəlibdir. Bundan sonra Cumhur İslamı bunlar faciə və dəhşətli hakimiyyətlərdirlər ki, bizim millətimizin ərdilməsində, əzilməsində və asimil olmasında ən böyük rol oynayıblar. Yenə də İnsaf Əli bəyə qayıdaq və soruşaq ki, əcəba bu millət bir vasitə ilə milli şuura sahib olursa, yəni milli maarifləşirsə, yəni öz milli kimliyindən, milli dilindən və milli vətənini mənimsəyirsə, yəni bu dərəcəyə ağahlığa yetişmiş olursa, bugünkü əsarətdə olan durumu qəbul edirmi? Bu əsarətdə qalırmı? Öz milli müqəddəratını təyin etmə haqqını əldə etməyə çaba göstərirmi? Cavab aydındır. İndi yenə bir başqa sual İnsaf Əli bəyə vermək lazımdır. Əcəba milli maarifləşmə sürəcində bir şəhri toplumda yaşayan bir milləti Azərbaycan türklər, Azərbaycan şəhriləşmiş bir bölgədir də, keçən 100 il, 150 il bundan qabaqdan. Belə bir şəhriləşmiş bir toplumda milli maarifləşmə sürəcinə, şivələrinə, yollarına düşünməliyik ya o milləti silahlandırmağa? Bu sualın da cavabı aydındır hər kəsə. Onda yaxşı gəlirik bu milli maarifləşmə sürəcinə. Milli maarifləşmə sürəci, yəni milli şuur lazım tapılınca və lazım dərəcədə topluma yayılınca, deyək məsələn %50-60, ən az %60 yayılınca sən sivil və mədəni hərəkətdən sonra silah əl aparırsan, bir uğur qazana bilərsənmi orada? Demirəm ha, orada bir istisnai şərait və toplumda böyük çalxantılar gələr və siyasi hərəkət hətta zəif halında olsa da məcburdur gəlsin bəzi məvazı və bəzi işlər, bəzi siyasətlər aparsın. Amma normal halda gedişatda əvvəl o sürəc getməli
Toplumun 50-60%'in cəlb olunmalı, organize olunmalı. Ondan sonra bir siyasi çalxantının değişikliğini müəyyən şəraiti gözləmək lazımdır. Bu gözləmə bəlkə oldu 1 ay, bəlkə 5 ay, bəlkə 1 il, bəlkə yox elə sürətinə sən eləyə bildin. Meydana gəlib bir iş görürsən. Niyə deyirəm gözləmə? İranda sənin əgər hazırlığın olursa deyə, Azərbaycanda sən milli maarifləşməni gedib 2-3 dənə güclü təşkilat düzəltmisən, toplumun da %60'ı ümumiyyətlə səndəndir, yəni milli hərəkətdəndir. Amma sən baxmalısan, görürsən ki, bu toplumun, bu rejimi sən hərəkət etsən, sən bu rejimi aşıra bilməsən. Rejim ordusunu göndərəcək, topun, tankını göndərəcək, səni məhv edər burada. Onda gözləməlisən, eyni halda bir harmonik formada başqa siyasi güclərlə ki, sənin hədəflərinə yaxın hədəflər var. Məsələn, deyək ki, Kürdlər, Bəluçlar, Ərəblər, Türkmənlər, kimlər hazırdılar ki, eyni zamanda İran rejiminə müəyyən bir etirazı hərəkətdə hücuma geçsinlər və rejimi dəyişmə təşəbbüsündə bulunsunlar. Güclərin, yəni siyasi güclərin İran rejimini köçürtmə aşamasına gəldiyinin müəyyən bir zamanı gəldiyində mümkün çox bir böyük etirazı hərəkətdən meydana gələr və siyasi hərəkətlər rejimi devirib çevirmək üçün o aşamadan iş birliyində hərəkətlə hədəflərini əldə etmək üçün eyləmə keçməlidirlər. Bu eyləmə keçmədən bir uzun zaman qabaq siyasi təşkilatlar üzvlərinin ən azı bir bölümünü əskəri eğitimlə öyrədib və hazırlamalıdırlar. Silah məsələsi dəqiqən burada meydana gəlir. Yəni bir təşkilatın birinci dərəcədə çox güclənməsi və o təşkilatın bir bölümü hərbi və əskəri eğitim və hazırlıqla məşğul olmalıdırlar. Və təşkilatın stratejik analizlərinə dayanaraq silahdan nə zaman istifadə olacaq deyə təşkilatın siyasi rəhbərlərinin qərarını gözləməlidir. Bu aşamada kimsə silah ürətməklə məşğul olmaz ki, oradakı İnsaf Əlibəy deyir ki, ya silahı ürətəcəksən, ya alacaqsın. Burada bir çəlişki ilə qarşı-qarşıya gəlirik İnsaf Əlibəyin teorisi ilə. Əgər silahı ürətirsən, yəni səninkidir. Amma alırsansa səninki deyil. Bugün silah alverlərinin əsas anlaşmalarında budur ki, sənə silahı satan deyəcək ki, bu silahı harda istifadə edə bilərsən. Məsələn, Amerika və ya Avropadan Ukrayna gedən silahların şərtlərindən biri budur ki, bu silahlar Rusiyanın torpaqlarının içində istifadə olmayacaq. Bəlkə Ukraynanın işğal olmuş bölgələrində bu silahlardan istifadə olacaq. Yəni silahı alanda onun satanı da şərtin sənə qoyacaqdır. Bu vasitə ilə bu söz İnsaf Əlibəyin dediyi ilə vabəstəlik, bağlılıq icad edir. Yəni bu danışıqda eyni haldakı teorilərin haqqında danışırıq. Eyni halda yeri gəldiyində İnsaf Əlibəyin danışdığı səsdəki olan bəzi bölümləri tənqid altına alırıq və onları ələşdiririk. İnsaf Əlibəy deyir ki, Türkiyə də bir müstəqil dövlət deyildir. Çin NATO'ya bağlıdır və hər işin NATO ilə məşvərət eləməlidir. İnsaf Əlibəydən sormaq lazımdır ki, əgərsə bizim bugün milli azadlıq hərəkatımız, məsələ deyək o aşamaya gəlmişdir ki, silahdan istifadə eləsin, özü ki silah ürətmir, məcburdur bir başqa yerdən silah alsın. İnsaf Əlibəycə başqa yerdən alınan silah istər-istəməz bağlılıq, vabəstəlik gətirir. Yəni İnsaf Əlibəyin tövsiyəsi silahlanma milli hərəkətdə bu baxış açıdan ki, başqasından silah alırsan, ona bağlı olarsan, ki, istər-istəməz də bağlı olarsan bir dərəcədə, silahlanma hərəkətin xarici güclərə bağlanmasına və ya vabəstəliyinə səbəb olacaqdır. İndi yine ən son sualımızı İnsaf Əlibəyə verək. Bu anlayışla Türk milli hərəkatı yeri gəldiyində Çin özü silah ürətmir, başqa dövlətdən silah alırsa da vabəstə olur. Onda sizin bu teoriniz ki, müstəqil bir hərəkət lazımdır, müstəqil bir güc qurmaq lazımdır deyə hara gedəcək? Yəni milli hərəkət silahlı aşamaya gəldiyində bağlı bir hərəkət ya vabəstə bir hərəkət olacaq. O vabəstəlik istər-istəməz sədməsini Azərbaycana gətirəcəkdir.
İnsaf Əli bəydən sormaq lazımdır. Bu aşamanı hangi möcüzələrlə həll edə biləcəksiniz? Son cümlələr deyirsən, İnsaf Əli bəy işarə etdiyi kimi silah məsələsinə və ya o aşamaya gəldiyimiz çox uzun bir yolumuz var. Milli maarifləşmə var, örgütlənmə var və fərqli siyasi taktiklərdən istifadə eləmək var. Orada mesela insan haqlarını küçümsəyir İnsaf Əli bəy. İnsaf Əli bəy amma düşünmür ki, bugün insan haqları bəyannaməsinin mövcud olması bizim aktivistləri və onlara olan təzyiqləri dünyada tanıtdırmaq və bu vasitə ilə təzyiqlərin dərəcəsini azaltmağa sonuçlanmasını görmək lazımdır. İnsaf Əli bəyə demək lazımdır ki, sülh və barış bir siyasi hərəkətdə ən önəmli taktiklərdən biridir. Siyasətdə dedim. Niyə? Bəzən olur ki, düşmənlə savaşmısan, vuruşmusan, amma indi sakin qalmaq lazım. Orduna yetişmək lazım. Əskərlərin ruhsal durumuna diqqət yetirmək lazımdır və müvəqqəti sülh və bəzən uzun müddət sülh o güclənməyə gedən yolun bir parçasıdır sülh. Və dövlət sahibi olandan sonra başqa dövlətlərlə dünyada sülhdə yaşamağın ən önəmli dövlətin hədəflərindən olmaq lazımdır. Ona görə sizin bu sülhü küçümcəmənizi də başa düşmədim ki, siz siyasət bilimində bu şivələrin istifadə olması və xalqların, ölkələrin sülh məsələsinə ehtiyacları, insan haqlarına ehtiyaclarını necə bu dərəcədə küçümsəyə bilirsiniz? Danışığım biraz uzun olması üçün bağışlayın. Əlbəttə sözlərin çoxu qaldı, amma hər halda bir ip ucuları öz fikrimdən burada vermiş oldum. Çox sağ olun.